Dəftərdə olan əl yazını kompüter köçürməyə vaxtın yoxdur. Bir dəqiqə içində sənə bu necə həll edə biləcəyimi göstərəcəm. Bunun üçün birinci olaraq Google-a daxil oluruq. Burada sağda gördüyünüz bu ikona basırıq. Google Lens'dir. Və dəftərdə hər hansı bir mətn oxutmaq istəyərkən ekran çıxan Select'ə basırıq. Və istədiyimiz qədər mətni seçirik. Və sağ hissədə çıxan 3 nöqtəyə basırıq. Burada Copy to Computer seçdikdən sonra ekran çıxan bu mənim öz kompüterimdir, yəni sizinki də orada çıxa bilər. Bunun üçün mütləq həm telefonda, həm kompüterdə Google Chrome olmalıdır və hər iki hesab eyni olmalıdır. Select'ə basdıqdan sonra işarə etdiyimiz mətn kompüter hesabımıza köçürülür. Kompüterdə Chrome'a daxil oluruq. Axtar hissəsinə doc.google.com açılan səhifədə blank dokument, boş səhifədə edit hissəsindən pasta basdıqda telefonun Google Lens'ində dəftərdə oxutduğumuz mətn kompüterin dokumentinə avtomatik köçürülmüş olur.